Niyə qaçır? Çox maraqlıdır ki, niyə qaçır? Hətta xaricdə yaşayan həmvətənlərimiz, Rusiyada yaşayan həmvətənlərimiz ona nə qədər kömək əlini uzatmaq istəsələr belə, o heç kimdən kömək qəbul etmir və çəkilir, yox olur, gedir, gizlənir, qaçır, yerini dəyişir. Bəlkə Azərbaycandan da ona rəsmi olaraq da dəstək olmaq istəyiblər. Mən indi hal-hazırda sizə təqdim etmək istəyirəm şəxsiyyət vəsiqəsini də. O, Azərbaycanın çox məşhur, çox tanınmış bir aktyoru və kino rejissoru Ceyhun Mirzəyevin qızı. Yeganə övladı. Şəxsiyyət vəsiqəsində zəhmət olmasa, Mirzəyeva Cəmalə Ceyhun qızı. Ögey Ana filmindən tanıdığımız Ceyhun Mirzəyevin qızı. Bəli. Bizə belə deyilib. Mən təbii ki, onun yeganə bir övladı olduğunu bilirdim. Məhz bu görüntülər bizə təqdim olunubdur. Allah Ceyhuna rəhmət eləsin. Amma bildiyim qədərilə qızı hər kəsdən qaçır. Çox